Hər vaxtınız xeyir olsun mənim dəyərli izləyicilərim, gözəl bacılar, nətərsiz, yaxşı olasınız, əziz olasınız hər zaman. Məni soruşsaz şükür, mən də normalam, buna da şükür. Mənim gözəl göyçək bacılarım, bir video dedim, başlayım, laf darıxdım, havada yağışlıdır, bayırda, suyuqdur, tutqundur, adamı laf darıxdırdı. Mən bu videonu indi başladım elə, isti-isti, sizlər üçün çəkməyə belə başlanğıcla başladım. Mənim aynalarımı yağış bugün yağıb pis günə qoyub, ona fikir verməyin. İnşallah yağışlar kəssin, təmizlənər. İnşallah. Dedim bir video başlayayım. Fərqli bir qəlyanaltı hazırlamaq istəyirəm sizlər üçün. Baxarsınız, fikirlərinizi yazarsınız, rəylərinizi bildirərsiniz inşallah. İndi isə keçək mətbəxə. Mən ərzaqlarla sizi tanış edeyim. Belə, xanımlar, nədir məndə bugün hazırladığım qəlyanaltı? Burada rəhli biberlərdir, hərəsindən bir ədəd. Toyuğun sinə ətidir, soğandır, 2 ədəd. Kökdür, bir ədəd, bir də bir dəstə cəfəridir, zeytun yağıdır. Burada da lavaşımızdır. Xanımlar, nə edəcəm? Mən indi bura duru yağ tökəcəm bu tavaya. Bir-bir bunların hamısını, bu ərzaqların qoyacam. Sonra bunların hamısını bir yerdə qatışdıracam. Artıq lavaşa yığmağa başlayanda oradan çəkiliş eləyəcəm. Çünki belə vaxt gedir, onu zaten qovurmaq, qızartmaq hamımız bilirik. Əsas onun içinə yığmaqdır, necə olur, proses necə gedir, onları mən sizlə inşallah bölüşüm. Siz izləmədə qalın, əməyə, əziyyətə qiymət verən gözəl bacılarım. Mənim videolarıma baxırsınız, mən bütün yorumlarınızı oxuyuram, vaxt elədikcə cavablandırıram. Bu videoma da baxarsınız inşallah. Kommentlərinizi yazarsınız. Əgər abunə olmansınızsa, abunə də olun mənim gözəl bacılarım. İzləmədə qalın. Əziz bacılarım, yenidən dönüş elədim mətbəxə. Sizlə də təkrar görüşməyimə çox şad oluram. Həmişəki kimi. Xanımlar, demək nətərdir? Mən ərzaqlarımızın hamısını hazırladım. İnqridiyentlərimizi bax belə qovurdum. Cəfərini də vurdum. Üzərinə altını keçirdim. Qoydum soğumağa. Tamam soyulubdur. Bu qəlyanaltının içliyi tamam soğumalıdır. Mənim gözəl bacılarım. Demək, bura bir altdan birinci streçi eləmişəm. Bu öz yerində. Bir lavaşımızı sərmişəm streçin üzərinə. İndi mən bura sürtərəm lavaşın üzərinə. Smetan və bildiyiniz smetandan. Bir də acılı olmayan ketçup. Kim istəsə mayonezdə çəkə bilər smetanın yerinə. Mən amma smetanı seçdim. Xanımlar, qəşəng smetanımızı çəkirik lavaşımızın üzərinə. Sonra da onun üzərindən çəkirik ketçupumuzu. Çox qəşəng dad verir. Ketçupumuzu da çəkirik rahat-rahat. Siz diqqətlə izləyin mənim gözəl göyçək, mehriban, dəyərli izləyicilərim, bacılarım. Hamınızdan o qədər razıyam. Dünya durduqca. Çünki mənə qəşəng yorumlar yazırsınız. Həm ona görə, həm də dəyərlisiniz, səviyyəlisiniz. Maşallah olsun. Mən də bu videoları əziyyətlə çəkirəm ki, dəyər əziyyətə. Necə dəyər? Baxış sayın artırın. Abunə olmamışsınızsa abunə olun. Xanımlar, indi ikinci lavaşımızı qoyuruq birinci lavaşımızın üzərinə.
Qəşəng səliqəli. Sonra yenə təkrar smetanımızı çəkirik ikinci lavaşımızın üzərinə. Xanımlar, inanırsınız, o qədər dadlı qəlyanaltıdır. Həm də dəymir adama. Bir balaca yağda qovururuq bütün ingredientləri. Sonra qoyuruq soğumağa. Duzunu, istiotunu, sarı kökünü vururuq. Qoyuruq soğumağa. Sonra yığırıq lavaşımızın arasına. Qəşəng onu hamısını yığandan sonra rulet formasında yığırıq. Streçimizin üzərində. Yığırıq, sonra da onu qəşəng qoyuruq soyuducuya. Bir yarım saat, bir saat, nə qədər vaxtınız var. Gözlədirik soyuducuda, sonra onu qəşəng götürüb səliqəli şəkildə doğrayıb süfrəyə veririk. Heç yeməyiniz olmasa da belə xanımlar, bununla qəşəng doyumludur. Yeyə bilərsiniz. Bunun dadı bilirsiniz nədədir, mən sizə deyim. Bunun dadı, mən bu ingredientlərin hamısını qovururam. Bax onları. Qovurmaq bir də buna cəfəri xüsusi dad verir. Siz də bundan hazırlayın mətbəxinizdə. Nəvələriniz, evlatlarınız, ailənizlə qəşəng nuş edin. Xanımlar, bayırda bir yağış yağır. Dəhşətdir. Çox soyuqdur. Bunu qoyaq bir kənara. Xanımlar, indi nə edirik? İndi qəşəng içliyimizi yığırıq lavaşımızın üzərinə. Xanımlar, üzü də axşama gedir, istirahət günüdür. Oturursunuz qəşəng, Arzu xanımın videosunu izləyirsiniz, həmişəki kimi. Allah köməyiniz olsun. Allah hamımıza kömək olsun. Vallahi xanımlar, əziyyət çəkirəm, hazırlayıram ki, sizin ürəyinizcə olsun. Bu, biraz da narahatam, xəstəyəm də üstünüzə sağlıq. Sabah da mənim həkimə növbə yazdırmışam. Dedim, sonra vaxtım olmayacaq. Neçə gündür də video paylaşmıram. İnanırsınız, qripdən mən hələ tam sağ olmamışam. Dedim, yox, bugün çəkin video mən. Özüm də laf darıxdım. Sabah da həkimdə olacaq. Ona görə də yenə də qalar. Qalmasın. Xanımlar, bax, belə. Qəşəng bunu belə. Asta pükürük. Yavaş. Oldu rulet. Bir gətiririk bura. Xanımlar. Bükdüz qəşəng. Streçimizə də pükürük. Xanımlar, biraz vaxt apardı, üzülü sahib. Tamam. Bax, belə streçimizə də pükürük. Qəşəng. Lavaşın içindəki ərzaqlar özünü qəşəng tutur orada. Bax, belə. Bunu mən indi soyuducuya yerləşdirəcəm qəşəng. Sonra başlayım ikinci lavaşımızı hazırlayım, ruletini. Onu sizlə bölüşmürəm, mənim gözəl xanımlarım, bacılarım. Allah sizdən razı olsun. Siz yenə təkrar izləmədə qalın. Mən bunu servis eləyəndə yenə sizə dönüş edərəm inşallah. Gözəl bacılarım, ruletimizi qəşəng doğradım. Yığdım qabına, servis elədim. Baxın, görün necə də gözəl görünür. Sadəcə xanımlar,
Biraz tez götürdüm soyuducudan. Ben bunu videonu yüklemeliyim de YouTube'a. Vaxtımız gelir. Ama siz hazırlasanız 1 saat, 2 saat streçin içinde kalsın soyuducuda. Sonra götürün, qəşəng doğrayın, nuşicanla yiyin. 2 ədəd də belə ruletimiz çıxdı. 1 ədəddən 8 dənə belə doğradım, çıxdı. 2 dənə də bütöv belə ruletimiz çıxdı. Streçin arasında püktüm. Hazır. İndi bunları qoyursam soyuducuya, qəşəng özünü tutsun. Bax belə. Haçan ürəyiniz də istəyir, götürüb doğrayıb rahat-rahat nuş edirsiniz. Mənim dəyərli izləyicilərim, baxış sayınızı artırın. Xahiş edirəm sizdən. Əziyyət çəkirəm, əmək qoyuram sizlər üçün. Mənim gözəl mehriban bacılarım. İstəyirəm ki, siz də mənə abunə olub, like edəsiz, yorumlar yazasız, kommentlər yazasız, yazmağı da davam edin. Allah yazan əllərinizi yormasın. Baxan gözləriniz yorulmasın. Mənim gözəl, mehriban bacılarım, vallahi yenə deyirəm, hər birinizdən ayrı-ayrılıqda razıyam. Çox qəşəng yorumlar yazırsınız, dəyər verirsiniz, yenə də davam edin. Mən burada videomu sonlandırım. Sonra YouTube'a yerləşdirim videomu. Yenə deyirəm, axşam çağıdır. Bilirəm, bugün evdə olmuşsunuz, yorulmuşsunuz, çoxlu işlər görmüşsünüz. İndi oturun, mənim videoma baxın. Qəşəng-qəşəng yorumlar yazın. Allah sizləri var eləsin. Allah heç birinizi xəstələndirməsin, içimən qarışıq. Həmişə Arzunun sağlam ruhla, sağlam canla oturub videolarına baxasınız. Onu arzulayıram sizə, ailənizlə, evlatlarınızla bir yerdə. Mən sizin hamınızı çox istəyirəm, mənim dəyərli izləyicilərim. Bilirəm, siz də məni çox istəyirsiniz. Ona görə bilirəm ki, mənə qəşəng yorumlar yazırsınız, videolarıma baxırsınız. Sadəcə orada biraz baxış sayın artırın. O mənim üçün çox önəmli və vacibdir. Yenə deyirəm, Allah hamımızdan razı olsun. Öpürəm sizi, bağrıma basıram. Mənim əzizlərimsiz. Sizə çox öyrəşmişəm. Ayrı dura bilmirəm. Ona görə də sizinlə görüşürəm. Allah can sağlığı versin. Xeyirli, uğurlu. Təkrar yenə videolar çəkim. Mənim gözəl göyçək bacılarımla bölüşüm. Var olasınız, əziz olasınız, salamat qalın.